Bir gün şofer müdürünü işten eve apardığı zamanı azan səsini eşitir. Müdürə deyir, icazə verərsənmi namazımı qılım? Müdür tələsmiş olduğu halda belə deyir, 5 dəqiqə vaxtım var, namazını qıl, tez gəl. Müdür gözləyir, hamı namazdan çıxdığı halda şofer hələ də namazını qılıb gəlmir. Müdür qəzəbli halda məscidin pəncərəsinə yaxınlaşıb içəri baxır və pəncərəni döyərək səslənir. Hamı namazdan çıxdı, sən niyə gəlmirsən? Şofer deyir, Rəbbim məni buraxmır. Müdür deyir, necə yəni Rəbbim səni buraxmır? Deyir, səni içəri buraxmayan Allah məni də çölə buraxmır. Müdür biraz düşündükdən sonra gedib dəstəmaz alıb yenidən məscidə gəlir. Və deyir, bax mən gəldim. Şofer deyir, Allaha həmd olsun. Bayaqdan ağlayaraq dua edirəm ki, Allah sənə bu məsciddən içəri girməyi və namaz qılmağı nəsib etsin.